Değerli qardaşlar, bir vaxt ölüm döşəyində olan Böyük İskəndər dövrün ən hörmətli, qabaqcıl insanlarını çağırıb son 3 arzusunu belə ifadə edir. Birinci, cənazəm bu dövrün ən elmli həkimləri tərəfindən daşınsın. İkinci, əldə etdiyim nə qədər qızıl, gümüş var, dövlət varsa, cənazəm məzara gedənə qədər yoluma səpilsin. Üçüncüsü isə əllərim hər kəsin görə biləcəyi şəkildə cənazəmdən çöldə qalsın istərəm. İrəli gələnlərdən biri təəccüblü bir şəkildə bunun səbəbini soruşur. Böyük İskəndər isə belə açıqlayır. Ən məşhur həkimlərin cənazəmi daşımasını bu səbəbdən istəyirəm ki, hər kəs bilsin ki, həkimlər nə qədər yaxşı, savadlı olursa olsun, onlar belə ölümün qarşısında çarəsiz və acizdir. Yoluma səpdiyiniz dəyərlərim də göstərəcək ki, bu dünyada əldə etdiyimiz zənginlik, var dövlət sadəcə bu dünyada qalar. Əllərim də cənazədən çöldə qalsın ki, hər kəs bilsin ki, bizim üçün ən dəyərli şey zamanımız bitincə boş əllərimiz doğulduğumuz kimi boş əllərlə də bu dünyanı tərk edəcək.